Verilən tapşırıqda əgər bir dəyişən, bir dəyərin hansısa formaya keçməyini yazırsınızsa, şərhdə belə də yaza bilərsiniz. Bax, yazırsınız ki, nəticə, bax, 2 nöqtə qoydunuz, nə bilim, sonra gəldiniz bu tərəfdən hansı formada olacaq, onu yazırsınız. 3 ulduz, əvvəlinə 3 ulduz, sonra bu tekstin özü, sonra axırına da 3 ulduz. Nəticə belə olmalıdır. İndi siz bunu istəyirsiniz dəyişəndə saxlayın, istəyirsiniz saxlamayın. O sizin biləcəyiniz bir işdir. İndi deyirsiniz kodu mən yazıram. Nə yazmalıyıq indi biz burada? Bu arada hamısı balaca ilə burada verib. Bunlar hamısı balaca ilə olmamalıdır, böyük ilə olmalıdır. Burada düzəldim. Siz kodu deyin, fikirləşin aşağıdakılar. Nereye yazmalıyım şu an? Öz fikrinizlə deyə bilərsiniz. Hamısı böyük olmalıdır. Upperlə. Upper düzdür. Amma ulduzlar da silinməlidir. O nədir? Ulduzlar əlavə olunacaq. Əvvəlinə və sonuna 3 ulduz əlavə etmək lazım. Ulduzlar əlavə olunur. Belə mərkəz şəklində eləmək olar. Text.center prosto sayı hesablamaq lazımdır. Sayı hesablayan hansıdır? Append nə deyəcəyik müəllim? Count'dur, count, hə. Stringdə append eləmək olar. Yox, o listədir. Biz birinci neyniyək? Biz sıra gedək də, hələ durub baxırıq. Nə eləmək lazımdır? Birinci aprel yək. Yazıram, məsəl üçün tutaq ki. Adına kömək eləmir bu arada. Text 1 bərabərdir. Text.upper. Upper bir də mötərizə. İndi aşağıda print. Print text 1. Text 1. Yəni ayırdım da text əvvəlki versiya, text 1 də təzə versiya olaraq ayırdım. Daha sonra elə bir mərhələ keçmişik. Daha sonra count eləməliyik. Say yoxsa say elə lazım bizə, say. Nə sayın tapaq ki? O protect'ə uyğun. Ulduzlara əlavə etmək istəyirik. Hə. Insertlə eləmək olmaz. Bu stringdir, bu list deyil. List eləyib eləmək olar. İndi onu da əvvəldən deməyin də, indi axırını deməyin. Nətərdir? Count text 1 bərabərdir. Yox, belə eləyək. Print mötərizənin içində. Print mötərizənin içində text 1.count mötərizə bağlayırıq. Elə onu da işə salırıq. Bəlkə ilə müəllim dayaqdır deyə list formasına salaq. Insertlə əlavə eləyək. Ya da append. Amma 6 dənə ulduz işarəsini bir dəfə yenə də sala bilərik. Nə idi o mərkəzin adı? Centerlə sala bilirik. Center. Bax, bunu böyütmüşük, düzdür. İndi bizə nə lazımdır? Əvvəlinə 3 ulduz gəlmək, axırına 3 ulduz gəlmək. Düzdür? Bəli. İndi mən yazanda deyəcəksiniz, bax, bilirdim, amma mən daha çətin şey fikirləşdim. Text 2 dəyişilmiş formadır. Üstə gəl. Nə? Mən onu deyəcəkdim. Text. Deyəcəkdim, qəbuldən. Amma deyəcəkdim. Yox, deyəcəkdim.
Çünki Ama qorxdum demək, burada səhv olar söz yox, deyirsiniz. yox, niyə söz deməyib? Burada heç kimi asmır, kəsmirik. Kesmişik belə bir şey. Keçmişik yəni. Qısa konkret belə eləmək. Mən durub uzadıram, sayını tapıram, sonra kornerlə, nə bilim, korner deyirəm, mərkəzlə. Yox, onlar lazım deyil. Daha biraz sadə fikirləşin, də, sadə fikirləşin. Burası ən axırıncı dərsdir deyə fikrimi oradan yönləndirdim. Hə, Heç bu gözəl. ağlıma gəlmədi. Hə. Belə olur. Sonra, amma görürsünüz ki, bəzi şeylər daha bir mürəkkəb fikirləşmək lazımdır. Asan yol yoxdur. Birinci asan yolu fikirləşin. Bu tekst axırında ulduz var, tekst axırında nəsə var. Axırında əvvəlində. Eləyə bilərəm də mən. Bəli. Hə, indi bizim ikinci taskımızda deyir ki, hansı formada olmalıdır? Bunların hamısını balaca yazıram. Belə. Tıda qaldı. Nəticədə olmalıdır. Bu nəticəni biz niyə seçirik? Silməyə ehtiyac yoxdur. Nəticədə olmalıdır hansı formada? Bildim. Nətər eləyək? Bu title'dır. Title. Amma bir dəqiqə. Biraz daha sadə olur da. Bunu biraz çətinləşdirə bilərik. Məsələn, deyək ki, nəticədə belə olmalıdır. Nəticədə tutaq ki, deyək. Belə olmalıdır. Sözlər hamısı, bax burada Z-ni silək ki, qarışıq olmasın. Sözlər hamısı əksinə getməlidir burada. Burada birinci bura gəlməlidir. Reverse-nə? Burada onu nə eləmək lazımdır? Demək, ilk öncə listə salaq split-lə. Daha sonra reverse eləyək. Sonra təzədən mətn formasına. Kim deyir onu? Könül. Könül halaldır, amma ardıcıllıq. Üçüncü sətirdə. Artıq birinci listə salmalıyıq. Necə eləyək də denən yazırım. Nə desən yazırım. Yazaq. Demək, print text nöqtə olacaq split. Yox da normal. Əvvəldən nə yazım? Denən yazırım. Yaxşı, olsun text bir bərabərdir. Belə, tamdır. Birində yarısını deyirsən, birində yarısını deyirsən. Text nöqtə split. Onu da çap eləyək. Daha sonra yazaq ki, demək tek yoxdur deyir. Ağzı ilə qəbul. Nəysə. Nurani eləyəcəm. Ben de bunlar bir dənə sileyim bir saniye. Ne deyir? Eyni deyil ki, yok burada i var. Burada ben ne yazmışım? Nöqtəli nöqtəsi ilə ümumiyyətlə proqramlaşmada
baş bəlasıdır bildiyiniz. Gözünüzün qabağında. Hə, sonra Text 2 bərabərdir. hı, Demək, text 1 nöqtə reverse. burada artıq ikisinin metodundan istifadə olundu. Print. Biz də belə eləyək. Bundan elə götürək. Buraxdıraq. Bir dənə copy paste'lərdən istifadə etmək lazımdır. Birazdan bir dəşə salıram. Burada Academy is best. Bizdə nə lazım? Bu Niyə Join'dan onun təzədən köhnə halına salıb elə reverse edə bilmərik. Yox, onda şey dəyişir, formatı dəyişir. Elə axırda join lazım idi. reverse işləmədi elə bil burada mənə elə gəlir. Yoxsa yox? bəli, işləmədi. Niyə? Split elədik buradan. Baxaq, yəni bu split olmuş forması budur. Split olunan forması hansı? Text 1. Text 2 bərabərdir. Text 1 reverse. Text 2-ni print elədik. Görə hələ kim tapacaqsa. Yoxdur, bilən. Mən bilmədim. Print. Bir şey soruşum. Biz onun title'ını eləməli değildik. Axı hər sözün ilk hərfini böyük eləmək istirdik. Müəllim şərti dəyişdi. Bir title vermək lazımdır. Hansı mərhələdə? O axırda ücret vermək olar. İndi bunu mərhələn tapmaq lazım. Axırda vermək olardı. İndi Müəllim, bu niyə cavab vermədi ki? text 2 bərabərdir text 1 reverse text 2-ni bir şey elədik. Bizə non verib. Non. Bu əslində verməlidir axı. Non alır və bir text 2-də heç nə yoxdur. Düz yazma. Bəlkə biz print yazaq. Elə print text text 1 split formasında verək. Text 2 ilə işləmir. Onu mənimsətmək istəyən də bəlkə orada problem ola bilər. Amma yenə də olacaq bir dəyər düşəcək də görək. Ya buraxaq. Yenə nə alır? Reverse-dən isə problem var. Bəlkə ancaq rəqəmlərə işləyir. Yox, niyə ki? Amma rəqəmlə işləmirdik, sözlə, hərflərdən də. Onun fərqi yoxdur. Oradakı ardıqları tərsinə düzür. List formasındadırsa belə. Maraqlı bir xətadır. Reverse niyə çevirmir? Niyə çevirmir? Bayaqçı kimi yenə olsa, yenə burada da eyni şey yox. Text. Belə. Text eləmişik. Gəl belə eləyək. Print. Burada. Non. Çox maraqlı. Biz niyə non alır? Nə keçir diqqətimizdən? Nə qaçırır? Here reverse. X1'ə gəlib düşür. Split olmuş versiyası. Bunu buradan yazmırıq deyə o parçalayırıq. İnanmam. Deməli, stringdən yaradırıq biz nə?
Strikdən yaradırıq. List. Listin də burada yaratılır. Listi də print elədik. Bura gəlib düşdü. Bunları da reverse eləməliyik. Reverse text 1. Text 1 reverse eləyəndə Text 2 oradan silin. Text 1 elə reverse olsun. Printin içində də text 1 yazaq. Onlar onu silin. Elə deyə xəbər deyəsən Onu vizualda. bayağı da gəldik də, Yo, bağlanmadı. text hərdən baxa. Yo, bayaq bu mötərizənin içərisində eləmişdik. Bu işləyə bilər. Yaxşı variant. Nə işlər? Text 1-i ümumiyyətlə biz bu reverse keçəndə də bu metodda açsanda belə bir şey eləmişdik. Bunları keçib mənimsətmək falan yox. Bunun özünü dəyişirik də. Biz dedik ki, ayrı dəyişəndə saxlayaq. Yenə həmin ki, o dərsdəki xətanı aldıq. Nə aldıq? Bu listi ilə bu formada yerini dəyişib sonra çap eləmək olar. Yəni bildim. Onu kim dedi düzgün cavabı? Fatimə. Halaldır Fatimə. Hardan gəldi aldılar? Düzün mənimsətmək istəmədi. Bayaqdan edirik text 2 ilə düz olmurdu. Sonra bizə nə lazımdır? Burada indi baxaq. Nədə eyni şey eləmişik burada. Text 1-i dəyişirik. Text 1. İşləyəcək belə. Yenə Sonra bax, dedik- bir dəfə mən bunu yazmışam. Sonra join lazımdır. Mən bir dəfə bunu yazmışam. İndi yenə new terminal var. New terminal eləyirəm. Yuxarı klaviaturda yuxarı oxdan istifadə edirəm. Gələcək həmin istifadə edim enter. Dəyişdik bunun yerləri. İndi nə edək? Sonra deyək ki, təzədən birləşdir, mətn formasında yaz. Necə bildim? Onda mən join ilə eləyəm, arada məsəl boşluq qoyaq. İndi join ilə mən eləyə bilərəm, yoxsa çevirə bilərəm, birləşdirə bilərəm, yoxsa necə edeyim, deyən edeyim. Tapşırıqda var idi, join ilə eləyirdik. Denə edeyim. Yazaq, Şeydir, elə printin içində eləyək də. printin. Printin içində eləməyək də. Mən elə istəyirəm. Onda Ona da text. text 2 olsun onda o. Text 2 bərabərdir. Hə. Deməli, nə idi o? 2 dənə dırnaq, ortasında boşluq. Hə, nöqtə. Join. Nöqtə, join. Sonra da mötərizədə Mötərizədə text 1. Yox. İndi Sonra print da- edirik bunu. Hə, indi bu text yaratdınız da bunu. bəli. Hı. Text 2, baxaq. Yarandı. Sonra bizdən nəticə olaraq necə istəyirdi? Title istəyir. Axırda da title. Burada istifadə edə bilərəm və ya da ayrı saxlaya bilərəm. Bax, burada nəyə əsas götürürük burada? Bizə əgər yəni bunu biz danışmamışıq bu arada. Biz text 1, text 2 mutasiya uğraya gedir. Amma bizə indi burada nə lazımdır? Mənə bunun əvvəlki versiyası lazım olacaqsa, bunu başqa dəyişəndə saxlayım. Bax, fikir versiyası text 1 oldu nə? Reverse oldu hətta. Text 1 bunun list forması və çevrilmiş formasıdır. İndi mən nə demək istəyirəm? Mənə bu əvvəlki versiyası lazım olacaqsa, onu da saxlayıram. Text 1 hansılar lazım olacaqsa, onları saxlayıram. Sizin asanda qaçmaq üçün deyirsiniz ki, məsəl üçün elə printin içərisində hamısını eləyək. Amma kod yazanda, yəni real iş görəndə belə deyil. Real iş görəndə sən baxırsan, mənə bunun əvvəlki versiyası lazımdır yoxsa yox. Lazımdırsa saxlayırsan. Hətta ola bilər ki, yəni saxlamaq bu arada üstünlükdür, onu da deyim. Yəni sən onun əvvəlki versiyasını saxlayırsansa, bu üstünlükdür. Çünki sabah aniden lazım olar, gedib hamısını dəyişməyəcəksən ki. Yəni belə düşünün də, ehtiyatlı olmaqdır, ehtiyatını görməkdir. Gözümüzün qabağında görsənirdi hamısı, yəni elə bir şey. Bunun yəni bax, əvvəlki versiyasını saxlamaq ehtiyatlı olmaq deməkdir. Çünki sabah sən bilmirsən ki, bunun axırıncı versiyasını istifadə edirsən. Əvvəlki versiyası sənə aniden lazım olacaq yoxsa yox. Onu bilmirsən. Bunu saxlamamaq elə bir ki,
risk edirsən. Boş yerə risk edirsən. Mənasız yerə. Amma bir dənə də məsələ var ki, sən bunu tez-tez dəyişəndə sən bunu hər dəfə saxlasan, o da problemdir. Yəni balansı qorumaq lazımdır ki, mən hansıları saxlayıram yaddaşda, RAM-da, hansıları saxlamıram. O çətin məsələ. Yəni kod proqramlaşma ilə məşğul olanların belə deyim, qarşığa düşdükləri şeylərdən biri buna ad verilməsidir. Daha çox sətirli kodlarda buna hər dəfə fərqli adlar verilir. Sonra yəni hansı ad verim? Sonra bu məsələ var ki, mən bunu bax hamısını ayrı-ayrı elədik. Text 1, text 2, text özü. Bunlar hamısını saxlaya bilərik. Saxlayayımmı, saxlamayım? Mən məsələn bunların hamısını belə bu formada eləyirəm. Özüm belə öyrəşdirmişəm. Ki gələcəkdə mənə desələr ki, indi biz text 2-nin başına oyun açdıq. Düzdür? Mənə deyirlər ki, bunu hamısı baş hərflər böyük formada elə, çap elə. Əgər mən bunu silmişəmsə, nə etməliyəm? Təzədən bunu bir də həmin mərhələlərdən keçməliyəm. Parçala, birləşdir. Amma silməmişəmsə, saxlamışamsa, bassa bir dənə real nümunə. Deyirəm ki, nələr deyərəm sizə? Print text nöqtə title eləyə bilərəm. Hamısını baş hərfi böyük elədim. Bəli. Amma indi gəl nəzərə alaq ki, bax bu düzdür, bu burada qalmalı deyə onsuzda. Sən bunu buradan silsən kod işləməyəcək. O məsələ deyil. Məsələ odur ki, mən bunları ayrı-ayrı dəyişənlərdə saxlamışam yoxsa yox. Məsələn, bax burada eləsəydim, bax indi alındı da. Deyək ki, tekstin özünü eləmişəm. Demişəm, teksti dəyişirəm. Dəyişən nəyə görə bunun adı dəyişəndir? Bax, tekst adlı dəyişən bu idi. İndi bunu hansı halına gətirəcəm? Onun parçalanmış halına, yəni list formasına gətirəcəm. Sonra tekstin özünü, bax belə öyrəşib kod yazanlar bu formada yazırlar. Sonra tekstin təzədən reverse eləyirəm. Fikir versiniz də əvvəlki tekstdən əsər əlamət qalmadı. Tekst, yəni tekst sıfırdan söhbət gedir, yanında rəqəm olmayan tekstdən söhbət gedir. Bax hamısını silsəm, yenə də işləyəcək. Fikir versiniz. İndi bir də işlədək. Onu bir dənə bağlayaq. İndi yenə işləyir, amma mənə bayaqki bu formanın verməsi üçün mən təzədən bir də deməliyəm ki, bunu bir də belə götürməliyəm. Axı bunun başına oynatmışıq. Düzdür? Elə Lord dediyim başına düşür. Başa düşərsiniz. Burada görürsünüz, burada başına oynatmışıq. Artıq bu dəyişəndən əsər əlamət qalmır. Bunu itirdik. Mən nə etməliyəm? Məcbur bu kodu bir də götürməliyəm, gətirməliyəm, atmalıyam bura. Düzdür? Və yaxud da yenə dəyişdimsə tekstin içindəki məlumat dəyişdi. Burada belə bir sual çıxır da. Bəs bu qədər, yəni bu həngaməni niyə eləmişdim? Mən buna eləmişdimsə, indi bu tapışıq deyirik, o başqa məsələ. Mən bunu eləmişdim. Nəyəsə lazım imiş də bu mənə. Hansısa tutaq ki, 9-cu sətirdə bir dənə belə kod var. Orada mən bunu istifadə eləməliydim. Bu formanı, nəticə bu formanı mən istifadə eləməliydim. Elədim, işim bitdi. Burada məsəl üçün tutaq ki, nəsə yazdım, dedim ki, hansıda tekstdə deyək ki, axırına ulduz əlavə edəcəm. Əsas tekst bərabərdir. Dırnaqda əvvəlin olsun. 3 dənə ulduz. Üstə gəl. Mən tekst. Burada mənim artıq bu həngamələrin səbəbini istifadə elədim. Mən buna görə edirdim bunu. Bundan sonra mənə lazımdır. Təzədən bir də gəlib aşağıda 10-cu sətirdə təzədən elə bir özümə təzə səhifə açıram. Tekst dəyişəni üçün özümə təzə səhifə açıram. Deyirəm ki, hə, başqa yolla gedirəm. Ki, yəni, situasiya fərqlidir. Bunu sən ayrı dəyişəndə saxlayıb
hamısını əlində saxlayacaqsan. Yox, birinin başına oynasıb sonra işin bitəndə təzədən əvvəlki dəyərini mənimsədəcəksən. Bir neçə situasiya var. Və yaxud da bunu eləmirsən, əvvəlkini saxlayırsan, ondan istifadə edirsən. İndi baxırsan da, yəni kod yaza-yaza artıq sən ümumiyyətlə yaxşı koder, biz kod yazırıq, koder, developer, nə istəyirsən deyə bilərsən. Sən yaza-yaza uzağı görməlisən. Mən tutaq ki, bunu silirəm, düzdür? Mən bunu tutaq ki, böyütməliyəm. Mən indi burada yaza-yaza 10-cu sətr, 20-ci sətr gözümdə canlanmalıdır. Bu da nədən irəli gəlir? Çox yazdıqca, o qədər yazırsan, artıq yazdığın sətirdə olmur fikrin. Fikrin olur 20-ci sətr. Mən bunu dəyişəcəm. Fikirləşirəm ki, bunu özün dəyişim yoxsa qabaqcadan. Özün dəyişəcəmsə, bu mənə lazım olacaq yoxsa yox? Əvvəlki halı mənə lazım olacaq yoxsa yox? Bunlara fikir vermək lazımdır. İndi sizdən istədiyim nədir? Gələn dəfəyə, yəni sabaha qədər özünüz, bax görürsünüz, maraqlı bir tapşırıq elədik. Bunu tərsinə çevirdik. Onu böyütdük filan. Bunun kimi və yaxud da bundan daha çətin string bir də list metodlarından istifadə etmək. Özünüz məsələn deyə bilərsiniz. Görüm hələ nə qədər yaradıcılığınız var. Özünüzdən də yaza bilərsiniz və yaxud da nə edə bilərsiniz? Özünüzün əgər elinizə gəlibsə, ChatGPT-dən bir dənə çox çətin bir tapşırıqlar istəyə bilərsiniz. Hansı ki, siz onu gəlib burada gələn dərs göstərəndə deyəcək ki, bu nə maraqlıymış. Bu məsələn buna diqqət eləməmişik. Bu nəzərdən qaçırmışıq falan. Elə özünüz edəcəksiniz. İndi baxın da 5 dənə, çox çətin olar 5 dənə eləyirsiniz. Biraz asan olar 10 dənə eləyirsiniz. Amma hamı eyni tapşırıq eləməsin. Hər özü üçün öz maraq dairəsində olan metodlardan istifadə eləsin. 2-3 metod, 4 metod. Görəm kimlə maraqlı bir şey çıxacaq orada. Ümumiyyətlə kod yazırsansa, robot kimi ancaq deyiləni, bax, bunu eləməlisən. Düzdür. Məsələn, sənə bir task verilir, deyir ki, bu teksti bu formaya salmalısın. Başqa. Biraz da öz yaradıcılığın olmalıdır. Yaradıcılığı da inkişaf etdirmək lazımdır ki, bu arada bu videonun şərh bölməsinə də yaza bilərlər. Kim videoya baxırsa, YouTube-dan o da yaza bilər. Ki, məsələn, mən belə bir kod istifadə elədim. Yəni, burada məsələdə öz yaradıcılığın da olmalıdır. Koder, robot kimi ancaq biz ChatGPT deyilik ki, və yaxud da süni intellekt deyilik. Biz özümüz də nəsə ixtira eləməliyik. Əgər sırf ondan alacaqsınızsa, yenə deyirəm, ondan bir şərtlə ala bilərsiniz tapşırığı. O da çox çətin olmalıdır. Sən onu koduna baxanda biz belə deyim də heyrətə gəlməliyik. Bu kod necə sənin ağlına gəlir? O belə. Amma belə orta səviyyəli tapşırıq özündən də çıxarda bilərsən. Məsələn, belə yazırsan, deyirsən, bu olmalıdır, nəticədə belə olmalıdır. Başlayırsan onun üzərində işləməyə. Sizə inandırım ki, yəni əgər kodlara fikir verməsəz, bu formada yazsaz, hardan hara gəlməliyəm, ondan sonra maraqlı bir tapşırıq alınacaq. Amma yox, kodu fikirləşsəz ki, mən bunu nətələyəcəm, mümkün bir şey yazım da, yox. Sən sözlərin yerini dəyişmə, əvvəlini ulduz çıxartmağa, yəni belə. Bunun məsələn edə bilərsiniz, ilk sözü əvəzinə tutaq ki, mən atıram da indi ulduz gəlsin. İlk sözün sayı qədər ulduz gəlsin və s. Çox şey eləmək var. Sadəcə oturub fikirləşmək lazımdır. Birinci bunu belə yaradırsınız. Tekst əvvəlkinədir, nəticə nə olmalıdır? Sonra başlayırsınız kodları yazmaq. Maraqlı bir 3 dənə də olsa, çox maraqlı olsa qəbul edəcəm. Amma şərtdir, yəni açıq aydın olmalıdır da. Yəni beynimdə fikirləşib eləmişəm, yox, elə o formada yox. Aydındır. Sual var. Mən bu maraqlı kreativ tasklardan sonra sabah sizə daha biraz leveli qaldırırıq. Həftənin sonlarına doğru bizim levelimiz qalxır da bilirsiniz. Həftəyə yavaş başlayırıq, sonra leveli qaldırırıq. Digər belə deyim, data tiplərin üzərində işləmək. Onun üçün siz listlə stringi söküb yığmalısınız ki, onu başa düşəsiniz. Onu başa düşmək bunlardan biraz çətindir. Yenə başa düşəcəksiniz, amma bunları çox rahat başa düşdükdə onları da asan qavrayacaqsınız. Mən də ona çalışıram. Yəni.
Sual var. Xeyr, var. Sual yoksa videonu da birazdan yükləyəcəm. Sağ olun, gecəniz xeyrə qalsın.